Geçen ilin 11'inde ananın evladının tembilinde olduk. Karşıdan gene de bu yakınlarda Rübün ayında öldürdü. Artık demiyorlar bir haftadan sonra şehidimizin cennetinde olan ad günüdür. İlk önce şehidimizin ad günü münasebetiyle şehidimizi ilk önce tebrik ederim ki karşıdan gelen Allah cennette ad günü mübarek olsun, Allah müşahede eylesin, Allah alelerini səbir versin. Elə də arzu edirəm ki, ana, evlatlarına, elə də balanın evladına qarşı həyatda ürəyində nə arzular var, Allah həyatda nəsib eləsin. Biz də bugün yaşayırıq ki, onların ruhu şad olsun, onların adını yaşadaq. Əlbəttə ki, şəhidlərimiz ancaq parklarda, qəhrəman parklarda yaşamalı, qəhrəmanlar parkında yaşayırlar. Onun için de çok sağ olun ki, siz de ki, həqiqətən nəinki öz evladınızın, hele de bütün Ağstafa rayon bütün şəhidlərlə analıq elə həm istəyəcəndə əgər olduğunuz həm Ağcabədidə mən də Allah'tan arz edərəm ki, hər bir rayonda şəhidlər, qəhrəmanlar parkı hər bir rayonda olsun. Amin inşallah. Gün o gün olsun, sizin de rayona gələndə gedib qəhrəmanlar parkını ziyaret edin. Amin inşallah. Çok sağ ol, Allah kömək olsun. Sağ ol. Bizim qəhrəmanlığın balaları, qəhrəmanlıq. Deyəm ki, səni bizi səni elə. Balalardır. Allah qorusun. Sənin adın nədir? Ananın adını daşıyır bu. Nənənin adını daşıyır. Mahnur. Bu da qəhrəmanımız elə özü azan çəkilən vaxtı. Bax bu dünyaya göz açılıqdır və adın Hafiz qoyubdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bunlar da yəqin ki, Ağstafa rayonu şəhidlərinin şəkilləridir və səhv etmirəmsə, mən bir daha bu evə gəldiyimə görə bilirəm. Burada da o əşyaları, bu otaqda da əşyaları olmalıdır. Güzel. Görüm, hafif ediyorum. Qəhrəmanımızın əşyalarıdır, paltarlarıdır, ona ait olan əşyalardır. Allah ruhunu şad eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah doğmalara, əzizlərə də səbir versin. Amin inşallah. Bu pulda, bunun kapağını düzelttim. Saniye dayandırdım. Buyur. Dayanma diyorsun.